Bismillah. Hər kəsə yaxşılıq davranıb ən çox üzülən bürclər kimlərdir? Hər kəsə qarşı mehriban, fədakar və anlayışlı olub, günün sonunda ən çox qəlbi qırılan bürclər adətən emosional zəkası yüksək olan və yox deməyi bacarmayanlardır. Budur, yaxşılığının qurbanı olan o bürclər. Balıqlar, ən fədakar balıqlar bürcü dünyanı xilas etmək missiyyəti ilə doğulmuş kimidir. Başqalarının dərdini öz dərdi kimi qəbul edirlər. Niyə üzülürlər? Hamıya kömək etməyə çalışarkən öz ehtiyaclarını unudurlar. İnsanların onlardan istifadə etdiyini çox gec fərq edirlər. Zəif nöqtəsi hədsiz empatiya və qarşı tərəfi ideallaşdırmaqdır. Xərçəng, ən həssas xərçənglər üçün qayğı göstərmək nəfəs almaq kimidir. Sevdikləri üçün hər şeyi edərlər. Niyə üzülürlər? Verdikləri sevginin və qayğının qarşılığını eyni dərəcədə görmədikdə dərindən yaralanırlar. Onlar unutmurlar. Bu da kədərin uzun sürməsinə səbəb olur. Zəif nöqtəsi keçmişə bağlılıq, emosional asıllıq. Tərəzi, ən sülhsevər bürc. Tərəzilər münaqişədən qaçmaq üçün özlərindən keçməyə hazırdılar. Hamı ilə yola getmək və tarazılığı qorumaq onların əsas hədəfidir. Niyə üzülürlər? Hamı məni sevsin, hamı razı qalsın deyərkən öz prinsiplərindən güzəştə gedirlər. Sonda isə özlərini tənha və yorulmuş hiss edirlər. Zəif nöqtəsi yox deyə bilməmək və ədalətsizliyə dözümsüzlük. Qız, ən xidmətsevər. Qız bürcü insanların həyatını asanlaşdırmaq, problemləri həll etmək üçün özünü oda atır. Niyə üzülürlər? Onların etdiyi yaxşılıqlar çox vaxt vəzifə kimi görülür. Təşəkkür gözləməsələr də qiymətləndirilməmək onları daxilən qırır. Zəif nöqtəsi hər şeyi mükəmməl etməyə çalışıb özünü tükətmək. Kiçik bir qeyd. Əgər bu bürclərdən birisinizsə, yadda saxlayın ki, özünüzə göstərdiyiniz mehribanlıq başqalarına göstərdiyinizdən az olmamalıdır. Siz hansı bürcsünüz və ən çox hansı xüsusiyyətinizə görə üzüldüyünüzü düşünürsünüz?